الحمد لله الذي شرع أحكام فبين الحلال والحرام وأمر بالصالحات ونهى عن الآثام وشرف بالإسلام أولي النحى والأحلام. نحمده تعالى على ما شرع وسن، ونشهد أن لا إله إلا الله وحده لا شريك له، حرم الفواحش ما ظهر منها وما بطن. ونشهد أن سيدنا محمدًا عبده ورسوله، أعرف خلقه به وأتقاهم له في السر والعلن، وأفضل داع إلى مكارم الأخلاق وخلق الحسن، صلى الله عليه وعلى آله وأصحابه والتابعين لهم بإحسان إلى يوم الدين. أما بعد، فأوصيكم بتقوى الله، فالتقوى حصن إذا أغلقت أبوابه سلم ساكنه، وإذا ترك مفتوحا دخل منه الريح والغبار ثم دخل منه اللصوص. Əziz müsəlmanlar, hörmətli, dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Və təqva bir qaladır. Qapıları bağlanarsa, sakinləri salamat olar. Qapıları açıq buraxılarsa, ondan ilk öncə külək, toz girər, sonra uğurlar daxil olar. Və sonra ey Allahın bəndələri, bilin ki, İslam dininin bu əzəmətli şəriətin heyrətamiz cəhətlərindən biri də budur ki, haramı, şəri, pisliyi qadağan edib yollarını açıq buraxmır. Haramı qadağan edirsə, şəri qadağan edirsə, çəkindirirsə, onu aparan yollardan da çəkindirir. Onun hər bir keçidini bağlayır, yolunu kəsir ki, qəlblər üçün nurdan sipər olsun. Ona görə fikir ver, Rəbbimiz demir, lə təznu, demir, zina etmə. Təkcə demir, zina etmə, əksinə, böyük bir mənhəc daşıyan kəlmə ilə qabaqlayıb bu kəlməni. Və lə təqrabuz zina, zinaya yaxınlaşmayın. İnnəhu kənə fəhişətən və səə səbilə. O, bir pozğunluq və çox bir pis yoldur. Lə təqrabu, yaxınlaşmayın. Yəni, keçidlərində addımlamayın. Qapılarını açmayın. Qədəmlərinizi onun ilk pilləsinə qoymayın. Çünki kim yaxınlaşmaqla başlayırsa, sonra özü bilmədən nəfsini o bədbəxtliyə düşmüş görəcək. O qapıdan keçəcək. Çünki zina heç də ani bir ləzzət deyil. Əksinə yoldur. Qığılcımdan başlayan bir yol. Sonra böyük bir alova çevrilən, böyük bir od olan yol. Hansı ki, sonu da oddur. Ona görə salih sələflər başa düşürdülər bunu, dərk edirdilər. Ona görə şübhəli nə varsa, şək, şübhə yeri nə varsa çəkinirdilər ondan. Bəyənmirdilər. Necə ki, ağıl sahibi bilirsə ki, yanar evin qapısında yatmaq olmaz. O cür başa düşürdülər ki, əzəmətli bir fitnədir. Çünki peyğəmbərlərindən o hülyaları darmadağın edən, o arzuları darmadağın edən əzəmətli bir qaydanı öyrənmişdilər. Əl-hələlu beyin, vəl-həramu beyin. Halal açıq aydın bəyandır, bilinəndir. Haram açıq aydın bəyandır, bilinəndir.
Hamınız eşitmişsiniz bu hədisi. Sonra deyir ki, kim şübhələrə düşərsə artıq harama düşmüş olar. Qoruğun ətrafında sürüsünü otaran çoban kimi qorxulur ki, girəcək o qoruğa. Ona görə məsələ təkcə ötəri moizə deyil, xatırlama deyil. Bu hasardır, divardır. Onun ətrafında dövr edən, daxil olacaq ona. Ona görə sələflərin baxışı yanğına, o alovlanandan sonra onu necə söndürüm değildi. Əksinə, qılcıma baxırdılar ki, necə mani olsunlar, o qurmuş oda toxunmasın, düşməsin. Və zinanın yolları çoxdur. Zina yolları kiçik qaplardan başlayır. Sonra böyük qaplara çevrilir. Və ən birinci oxu, hansı ki qəlbi yaralayır, baxışdır. Deyir ki, sallallahu aleyhi və səlləm, Allah Teala hər bir Adəm övladına zinadan payını yazıb, çatacaq ona bu qaçılmazdır. Gözün zinası baxmaqdır, dilin zinası danışmaqdır. Nəfs arzuluyur, istəyir, tamah salır. Övrət onu təsdiqləyir, yayalanlayır. Və başqa bir ləfsdə hər bir Adəm övladının zinadan payı var. Gözün zinası baxışdır, əlin zinası toxunmaqdır, ayağın zinası getməkdir, ağızın zinası öpməkdir, qəlb meyl edir, arzuluyur, övrət isə onu təsdiqləyir, yalanlayır. Ona görə deyir ki, لا تتبع النظرة النظرة, baxış ardınca baxışı dikmə. فإن لك الأولى, birincisi sənindir, وَلَيْسَتْ لَكَ الْآخِرَةِ, ikincisi sənin deyil, şeytandan da artıq. Həmçinin xəlvət, لا يخلون الرجل بامرأة, لا يخلون رجل بامرأة, فإن ثالثهما الشيطان. Bir kişi əgər bir qadınla xəlvətdə qalarsa, üçüncüsü şeytan olar. Həmçinin mülayim söz, yazışmalar, فَلَا تَخْتَعْنَا بِالْقَوْلِ فَيَطْمَعُ الَّذ۪ي ف۪ي قَلْبِهِ مَرَضٍ. Mülayim, yumuşaq, nazla danışma ki, qəlbində xəstəlik olan tamah salar. Addım addım, atılan addımlar, hamısı səbəbdir zinaya. O görə addım addım, əgər qurşanırsansa bu günaha, bil ki, kiçik günah, böyük günah gətirir. Damla böyüyüb sel olur. Həmçinin pis dostlar, pis yoldaşlar, təhrik edən mühit, qəlb zəifdir, bəli. Və fitnə də tez qapandı. Və kimsə nəfsini məruz qoyubsa fitnəyə, bəlaya, kimisə danlamaqdan əvvəl öz nəfsini tənbih etsin. Ona görə fikir ver, Peyğəmbərin çağırışına, sağlam ağıllara xitab edib, şəhvətdən qabaq fitrətə xitab edib. Ona görə iffətin ən qəribə nümunələrindən biri də o vaxt ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir cavana xitab edir. Xüsusi olaraq ona deyir, lakin mübahisəni heç də uzatmır, əksinə qoymur, şəhvət üçün meydan olsun, bəzənsin. Ona ədalətli, insaflı bir nümunə çəkir. İnsaf damarına toxunur. Elə bir xitab edir ki, ağıl sahibi onu inkar etməz. O zaman gələndə onun yanına deyəndə ki, ey Allahın elçisi, ədinli bizzinə, mənə zinada icazə ver. Və insanlar səsküy qoparanda, ona qarşı qalxanda çağırır onu sallallahu aleyhi və səlləm. Deyir ona ki, ətухibbuhu li ummik. Onu anan üçün istəyirsən? Deyir ki, qalə lə vallahi cəaləni Allahu fidət. Allah məni sənə fəda etsin, xeyr. Allah and olsun, əsla. Deyir ki, sallallahu aleyhi və səlləm, وَلَنَّاسُ يُحِبُّونَ يُمَّهَاتِهِمْ. İnsanlar da
anaları üçün istəmir. Ətuhibbuhu libnetik, onu qızın üçün istəyirsən, qalə lə vallah, deyir ki, xeyr Allaha and olsun. Deyir ki, vələnnəsu yuhibbunə libənətihim, İnsanlar da qızları üçün istəmir. Ətuhibbuhu liuxtik, onu bacın üçün istəyirsən, qalə lə vallah, deyir, xeyr Allaha and olsun. Deyir ki, vələnnəsu yuhibbunə liəxavatihim, İnsanlar da bacıları üçün istəmir. Sonra deyir ki, ətuhibbuhu liəmmətik, ətuhibbuhu lixalətik, onu bibin üçün, xalan üçün istəyirsən və təkrar eləyir sözünü, davam etməkdə, deyir ki, vələnnəsu yuhibbunə, İnsanlar da istəmirlər. Sonra əlini onun əlinin üzərinə qoyur və dua edir onun üçün və oğlan, cavan onun yanından çıxanda zinaya nifrət edir. Fikir ver, Peyğəmbər sallallahu aleyhi və səlləm demədi təkcə haramdır, etmə. Halbuki haram deməsi kifayət idi onun üçün. Lakin onu ədalət tərəzisinə yönəltdi. Meyarı göstərdi. Göstərdi ki, əgər fitrətin bunu anan üçün istəyirsə, qızın üçün, bacın üçün, yaxınların üçün istəyirsə, o salamat fitrət ola bilməz. Əgər istəmirsənsə sən, eləcə də müsəlmanların qız bacıları üçün istəməməlisən. Bu salamat ağla bir xitabdır, ona müraciətdir. Ona görə insan nəfsi üçün ləzzəti başqalarının şərəfini sındırmaq üzərində axtarmamalıdır. Onların evlərini dağıtmaq üzərində qurmamalıdır. Buradan Allah Taala'nın bu kəlamının mənası dərk edilir. İnnehu kânə fâhişətən və səə səbilə. O bir pozğunluq və pis bir yol idi. Bəli, pis yol. Hansı ki, paçlığı öldürməzdən əvvəl insanın şərəfini, ləyaqətini öldürür. Kişiliyini, heybətini öldürür. Lə xeyra fi ləddətin min bə'dihən nəru. O ləzzət ki, ondan sonra od var, onda xeyr ola bilməz. Zina fəsaddır, təhlükədir fərd üçün. Çünki zina təkcə cəsədin iffətini aradan qaldırmır. Təkcə iffəti əldən almır, əksinə qəlbin nurunu alır. Bəndə ilə Rəbbi arasına vəhşət salır. Nəfs gülsə də, gülər üzlü gəzsə də, lakin zəlildir. Çünki qapılar bağlanıb onun üçün. Xeyr qapıları bağlanıb, əksinə sıxıntı qapıları açılıb. Zəlillik içindədir. Çünki günah yalancı vəd verir. Sonra sahibini müflis olaraq tərk eləyir. Ömrün bərəkətini aparır. Necə qurd meyvəni daxildən yiyirsə, insanın ömrünün saatlarını o cür dağıdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bəs edir ki, günahı böyük, zinanı böyük günahlardan hesab edib. Böyük günahlardan sayıb. Gəlir səhih Buxari və Müslimdə. O vaxt ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşulur ən böyük günah haqda. Deyəndən sonra ki, ən təcələ lilləhi niddən və huvə xaləqaq. Allah səni yaratmış olduğu halda ona şərik qoşasan. Sonra o böyük günahlardan sayırdır ki, və ən təzniyə həlilətə cərik. Qonşunun həyat yoldaşı ilə zina edəsən. Zina fəsaddır ailələr üçün. Çünki ev heç də divarlardan ibarət deyil. Ev əmin-əmanlıqdır, təhlükəsizlikdir. Və zina o əmin-əmanlığı dağıdan baltadır. Zina şəkdir. Sakinliyi şəklə əvəz edir. Sevgini məyusluqla, rəhməti, mərhəməti, bağların qırılması ilə həyanın mənasını xərab edir. Uzun mübahisələrə görə övladları qurban edir. Əksinə, evliliyin sirri olan etibarı yaralayır və etibarsız yaşanan həyat, etibar olmayan ev, ruhsuz cəsəd kimidir və zina fəsaddır cəmiyyət üçün, toplum üçün. Çünki nəsillər qarışır, nəsəblər qarışır, haqlar itir,
ictimai, əxlaqi böhran yaranır, pozğunluq yaranır. İnsanlıq gedir, əksinə mala çevrilir. Ləyaqətin çevirib əmtə edir, həyanı istehza edir, xəstəliklərin, bəlaların yayılmasına səbəbdir. Bəli, fahiş, pozğunluq yayılarsa, xəstəliklər yayılar, sağlamlıq gedər, əxlaq gedər, əmin-amanlıq gedər. Deyir ki, sallallahu aleyhi və səlləm, İzə zəhərəz zinə və ribə fi qaryetin fəqad əhəllu və ənfusəhum əzəbəllah. Əgər bir kənddə zina, riba yayılarsa, artıq Allahın əzabını onlar özlərinə halal ediblər. Sonra bilin, Allah sizə rəhm etsin. Allah Taala'nın tövbə qapıları açıqdır. Açıq qoyub, nə qədər ki günəş məğribindən çıxmayıb. Açıqdır, nə qədər ki ruhun cəsədindədir, boğazından çıxmayıb. Qul ya ibadiyəl-ləzīnə əsrafu alə ənfusihim, la təqnətu min rəhmətilləh. Ey nəfslərinə zülm etmiş bəndələrim, Allahın rəhmətindən əlinizi üzməyin. O görə sələflər insanları çəkindirirdilər günahdan, lakin tövbəyə bağlayırdılar. Onların ümidlərini tövbədən qırmırdılar. Çünki bilirdilər ki, Rəbləri bağışlayandır, rəhimlidir. Səbəblər qoyub xilas olmaq üçün gözü çəkmək, baxmamaq. Qul lil-mu'mininə yəğuddu min absarihim və yəhfazu furucəhum. Möminlərə de, gözlərini çəksinlər, övrətlərini qorusunlar. Sonra eyni ilə qadınlara da xitab edib, mömin qadınlara. Həmçinin xəlvət qapısının bağlanmasını istəyib səndən. Deyib ki, xəlvət qapısını kəsib atasan, yazışmaları siləsən, salihlərlə dostluq edəsən və yol göstərib sənə xilas üçün, şəhvəti dəf etmək üçün deyib evlən. Əgər bacarırsansa, imkanın varsa, ya məşərəş şəbəb, ey cavanlar toplusu, mən istata'a minkumul bə'ətə fəlyətəzəvvəc. Sizdən kim qadirdirsə, bacarırsa, evlənsin. Və kim bacarmırsa, imkanı yoxdursa, onu da dərmansız qoymayıb. Acizsənsə, deyib oruç tut. Və mən ləm yəstati fəaleyhi bis-savm. Kim bacarmırsa, oruç tutsun. Fə innəhu ləhu icəh. Bu, onun üçün qorunmaqdır. Beləcə də dua qapları açıqdır, dua et. Sabitlik istə. Ya muqallibəl qulub, ey qəlbləri çevirən, Həbbit qalbi alə dinik, qəlbimi dinində sabit et. Allahdan salamatlıq diləyirəm, sizin üçün və özüm üçün. Allah Teala bizi hidayət üzərində sabit etsin. Allahım, qəlblərimizi təmizlə, gözlərimizi, qulaqlarımızı pak et. İffəti bizim üçün şəhvətdən daha sevimli. Halalın bizə yetsin, haramdan bizi uzaq et. Öz lütfündən bizi varlı et, bizi kimseye möhtac etmə. Allahım, müsəlman cavanları, qız və oğlanları qoru, onları islah et. Evlərimizi, ailələrimizi islah et. Fitnələri, açıq və əşkarda olan fitnələri bizdən uzaq et. Müsəlmanları izzətli et. Harada zəif müsəlmanlar varsa, onlara kömək ol. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan, şərdən qoru. Bizi eşidib faydalardan et. أقول ما تسمعون وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. واقيموا الصلاة.